Salam dəyərli izləyicilər, video dərsimizə xoş gəldiniz. Bu video izahımızda funksiya və qrafiklər mövzusuna aid birinci bölmənin testlərini izah edəcəm. Birinci sualda funksiyanın sıfırlarını tapın soruşur. Funksiyanın sıfırları dedikdə y-in yerinə 0 yazırıq. Yəni y 0-a bərabərdir. Buradan yazaq 3-də 1 x çıxılsın 20 bərabərdir 0-a. Bu x-i elə sürətə yaza bilərik. X bölünsün 3. Bunu da sağ tərəfə keçirdəndə müsbət olur. Bunu da çarpaz vuranda x bərabərdir 60. Cavab oldu C bəndi. İkinci sual. Funksiyanın sıfırlarını soruşur. Bu sabit funksiyadır. Sabit funksiyanın sıfırı yoxdur. Nəyə görə? Biz y-in yerinə 0 yazsaq 0 9-a bərabər ola bilməz. Axı bu bərabər deyil. Yəni 0 9-dan fərqlidir. Ona görə deyirlər ki, sabit funksiyanın sıfırı yoxdur. Cavab D bəndi. Üçüncü sual. Buradan biz k-nı tapmalıyıq. Çarpaz vururuq x, y-ə. K bərabərdir x vurulsun y. X-in qiyməti 9-dur. Y-in qiyməti də -3-də 1. K bərabərdir. Mən o mənfini qarşıya yazıram. Yazıram 9 vurulsun 3-də 1. Bu ixtisar getdi. -3. Deməli cavab oldu A bəndi. Dördüncü sualda bulunandır. Çarpaz vuracam. K bərabərdir x vurulsun y. X-in qiyməti, bu da y-in qiyməti. Elə ardınca yazaq. X-in qiyməti -25-dir. Y-in qiyməti 5-də 1-dir. Çarpaz ixtisar getdi. -5. Cavab oldu B bəndi. Beşinci sual. Burada da çarpaz vuracam. Yazıram k minus 2 bərabərdir x vurulsun y. K minus 2 bərabərdir. X-in qiyməti -3-dür. Y-in qiyməti -7-dir. -3-ü vururuq -7-yə. Buradan da k minus 2 bərabərdir 21-ə. K da bərabərdir 23. Yəni mənfinin sağa keçəndə toplanır. Cavab oldu D bəndi 5-ci sualda. 6-cı sual. Xətti funksiyadan danışır. Xətti funksiya y bərabərdir kx üstəgəl 5 şəklindədir. Bucaq əmsalı dedikdə, bax, bu k-nın qiymətidir. Yəni, k-nın qiymətini verib -0,4. Bax, bu x-in qiymətidir, bu da y-in qiymətidir. Gətirib yerinə qoyaq, b-ni tapaq buradan. Y 2,6-dır, bərabərdir k -0,4-dür, vur. Burada vurma var. Vurulsun x-in qiyməti. Bu da -2,5-dir, plus b. 2,6 bərabərdir. Mənfini mənfi oranı müsbət. Bunu da vuranda 1 eləyir. Plus b. B-ni də buradan tapdıq. 1,6. Təzədən indi funksiyanı yazırıq. Y bərabərdir kx üstəgəl b. Bax, bu funksiyanı yazanda k-nın artıq əmsalını vermişdi. Yəni, bucaq əmsalı. Yerinə yazıram -0,4x plus b. B-ni də tapdım. 1,6. Deməli, cavab oldu -0,4x plus 1,6. C bəndi. Funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiya, elə indi dedim, y bərabərdir kx üstəgəl 5 şəklindədir. Burada məxrəcdə dəyişən var, yəni 0-a bölmə əməli var. Bu xətti deyil. Burada da dəyişən var məxrəcdə. 0-a bölmə. Bu kvadratikdir. Bu da deyil. Burada da dəyişən var. Yəni, bu rahat, aydın şəkildə görsənir də. Bu y bərabərdir. Bu x-i qarşıya sürüşdürəndə, yəni 5-də 1x plus 3-də 1 deməkdir. Bu k-nın qiymətidir, bu da b-nin qiyməti. Deməli, cavab oldu Y bəndi. Bu y bərabərdir kx funksiyasıdır. Koordinat başlanğıcından keçir. K orada bucaq əmsalıdır. Tangis alfaya bərabərdir. Bax, belə. Buradan keçib. İti bucağı 60 dərəcədə verə bilər, 30 dərəcədə verə bilər, 45 dərəcədə verə bilər. Deməli, K tangis alfaya bərabərdir. Bunu bilməlisiniz. K da bərabərdir tangins alfa. Alfanın da, bax, burada qiymətini verib 60 dərəcə. Yazırıq 60 dərəcə. Tangis alfa 60 dərəcədə kök 3-dür. Deməli, biz buradan k-nı nə tapdıq? Kök 3. Bizim funksiyamızda dedik ki, bu y bərabərdir kx funksiyasıdır, xətti funksiyadır. Yəni, xətti funksiya kx üstəgəl 5 şəklindədir. B 0 olanda bu olur kx düz mütənasib asıllıq olur, xüsusi hala düşür. Buna deyirlər düz mütənasib asıllığın qrafiki. Y bərabərdir kx üstəgəl kx-ə bərabərdir. Koordinat başlanğıcından keçir 1/3 rüblərdən. K müsbətdir ona görə. Gətirib yazırıq k-nın yerinə kökdə 3. Burada da elə x olduğu kimi qalır. Deməli, bu y bərabərdir kök 3x şəklindəymiş. Y bəndi. 8-ci sual. 9-cu sualda olunanda prosta burada kör bucaq verib. Deməli, buradan yenə dediyimiz kimi k bərabərdir tangins. Bax, 120 dərəcə verib. Yazırıq 120 dərəcə. Buna çevirmə düsturu tətbiq edirik. Tangins 120 dərəcə. Burada tanginsin dərəcələrini bilmək lazımdır. Yazırıq tangins
90 dərəcə plus 30 dərəcə. Baxın, buradan göstərirəm. Tangisin rübləri. Tangis 0-dan 90-a birinci rübdür. Müsbətdir. Bura 0 dərəcə, bu da 90 dərəcə. 90-dan 180-a ikinci rübdür. İkinci rübdə mənfidir. Bax, tangis 120 dərəcədir. 120 dərəcə 90-dan çoxdur, 180-dan az. Yəni, ikinci rübdədir. İkinci rübdə də mənfidir. Bərabər mənfi yazırıq. Tangis 90 dərəcədə çevrilir kotangisə. Onda yazıram kotangis 30 dərəcə. Yadda saxlayın. Verilən funksiyanın rübünə baxırlar. Çevrilən funksiyanı yox. Onsuz da burada tangislə kotangis hər ikisi ikinci rübdə mənfidir. Amma sinus kosinusda fərqli olur. Mənfi, kotangis 30 dərəcənin də qiyməti kök 3-dür. Deməli, k-nı tapdıq mənfi kök 3, onda y bərabərdir. Bu elə kx funksiyasının qrafikdə k mənfi olanda, bucaq mənfi olanda 2-4-dən keçir. Bu ikinci rübdür, bu da dördüncü rüb. Burada k-nın yerinə yazıram mənfi kök 3. Burada da x olduğu kimi qalır. Yəni, bu y bərabərdir. Kx funksiyasının qrafikidir. Düz mütənasib asılan qrafikidir. Cavab oldu C bəndi. Bunlar hazır qaydadır. K böyüdür 0 olanda qrafiklər bu şəkildə keçir. İndi mən buradan göstərəcəm də birinci. K böyüdür 0 olarsa, B böyüdür 0 olarsa, B ordinat oxunu kəsən nöqtədir. Deməli, B böyüdür 0 o deməli ki, y müsbət yarımoxda keçəcək. Bu x oxudur, bu da y. Bura x-i 0, y-i 0-dır. Y 0-dan yuxarı olan müsbət yarımoxdur. Buna deyirlər y böyüdür 0-lar. Burada y kiçikdir 0-lar, mənfi yarımoxdur. B, biz demişik ki, y oxunu kəsən nöqtədir. Deməli, k-sı böyüdür 0-sa, b-si böyüdür 0-sa, bu funksiya bu şəkildə gedir və bu b-nin qiymətidir. Deməli, k böyüdür 0, b böyüdür 0. Birinci rüb, ikinci rüb, bu da üçüncü rüb. Sonra ikinci. K yenə böyüdür 0, B bu zaman kiçik 0 olacaq. Onda bu şəkildə keçəcək. Buradan, B buradan. Birinci rüb, üçüncü rüb, dördüncü rüb. Mən hamısını izahını verirəm. 4 dənə vəziyyət var burada. K, bu da üçüncü. K kiçikdir 0 olanda, B böyüdür 0 olanda belə keçəcək. Bu B-nin qiymətidir. Bura olacaq birinci rüb, ikinci rüb, bu da dördüncü rüb. Sonra dördüncü hal. K kiçikdir 0, B də kiçikdir 0. Bunda bu şəkildə keçəcək. İkinci rüb, üçüncü rüb, dördüncü rüb. Yəni, qrafik bu rüblərdən keçir. 2, 3, 4-dən. İndi bizim qrafikimizə baxın, sxematikdir də. Buna sxematik təsvir edirlər. Baxın, bu şəkildədir. Görürsünüz, absis oxunu, görürsünüz, müsbət yarımoxda kəsib, ordinat oxunu mənfi yarımoxda. Bu B-nin qiymətidir. Deməli, B aşağıdadır, Y oxunun mənfi yarımoxundadır. B kiçikdir 0 olacaq. Biz də bu şəkildə keçəndə K müsbət olur. Bax, buradan göstərmişəm. K müsbət, B kiçik 0. Cavab oldu B bəndi. 11-ci sual. Bu qrafikdir. Baxın, B buradadır. K mənfi olanda, baxın, bu şəkildə keçir. B də müsbətdir. Burada qeyd eləmişəm. Baxın, K kiçikdir 0, B böyüdür 0. K kiçikdir 0, B böyüdür 0. K-nın qiymətidir. Cavab D bəndi 11-ci sualda. Buradan K və B-ni tapmaq. B-nin qiyməti, baxın, Y oxunu harada kəsirsə o B-nin qiymətidir. Deməli, B 5-dir. Nəyə görə o B-nin qiyməti deyirlər Y oxunu harada kəsir? B-nin qiyməti ona bərabərdir. Baxın, Y bərabərdir K üstəgəl B funksiyasında. Bax, qrafik, baxın, buradan bu qrafik gəlir. Ordinat oxunu kəsdiyi nöqtədə x-i 0 olur. Yəni, bu nöqtə x-i 0, y-i 5 nöqtəsidir. Yəni, bu nöqtə olaraq x-i 0, y-i 5 deməkdir. Gətirib burada y-in yerinə 5 qoyanda, x-in yerinə 0 olanda, bax, 0-ı k-ya vuranda, bura getdi 0-a, qaldı B. Ona görə deyirlər ki, y-in qiyməti elə burada B-nin qiymətidir. Deməli, B 5-dir. B-ni buradan tapdıq. İndi, baxın, buradan istifadə edəcək. Qrafikin absis oxunu kəsdiyi nöqtədə y-ə 0 veririk. Yəni, bu y bərabərdir k üstəgəl B xətti funksiyanın düsturudur. Burada y-ə 0 veririk, bərabərdir. K qalır yerində, bu x-dir. X-in qiyməti mənfi 5-dir. Mənfi 5-i k-ya vuranda mənfi 5, k plus bu B. B-nin də qiyməti 5 idi. Bu da sola keçirdəndə müsbət olur, bərabərdir. K da bərabərdir 1. K burada 1 tapıldı. 5-i elə qrafikdən baxan kimi bilməlisiniz. Yəni, B-nin qiyməti 5-dir.
Burada da 1. Birisi de 5, 6. 12-ci sualın cavabı A bəndi. Düz xətt üzərində apsis ordinatda. Apsis x-dir, ordinat da y-dir. Deməli, burada yazacağım y bərabərdir 5-də 3. Baxın, vurulmadı. Apsisin yerinə y yazacağım. Vurulsun y plus 4. Bu y-dən 5-də 3 y çıxanda qalır 5-də 2 y bərabərdir 4-də. Ya 4-ü 5-də 2-yə bölüb y tapa bilərsiniz, ya da ki, buradan elə y-i mən sürətə yazıram. Yəni 2-yə vururam, olur 2y. Bunu da çarpaz vururam. 2y bərabərdir 20-yə, y də bərabərdir 10-a. Deməli, y-i 10-dursa, elə apsisi də 10-dur. Deyir, nöqtənin koordinatları cəmi. Koordinat deyəndə biri x nəzərdə tutulur, biri y. Bunların cəmini tapmaq, yəni 10 plus 10, bu da eləyir 20. Cavab oldu C bəndi, 13-cü sualda. Apsisi ordinata bərabər. Eyni sualdandır. X bərabərdir y, yenə də y bərabərdir 4-də 3 y, yəni bu x-in yerinə y yazırıq. Plus 2, yenə y, yəni 1 y deməkdir, yəni y deyirlər də. Y-dən 4-də 3 y çıxmaq. Yəni 1-dən 4-də 3 çıxanda nə olur? 4-də 1 y olur da. Bərabərdir 2-yə. Bunda y ilə buraya yazsam, bunu buradan silsəm, çarpaz vursam, y neçə oldu? Y-dən. Y, 4-də 1 y bərabərdir 2-yə. Buradan da y bərabərdir 2-ni 4-də 1-ə bölmək 8 deməkdir. Cavab oldu Y bəndi 14-də. Yox. Nəsə səhv getdi burada. Deməli, bu 4-də 3 x-dir. Y qoydum. 1-dən 4-də çıxanda 4-də 1 y plus 2. Bu buradan plusdur. Yer düz xəttin üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmi. Düz tapdıq da. Y-i tapdıq 8. Deməli, y 8 isə x də 8-dir. Çünki bunlar bərabərdir. 8-də də 8 nə verəcək bizə? 16. Cavab D bəndidir. Bayaq elə düz tapmışdıq y-i. Bu hazır, yəni qaydadır. Y bərabərdir K bölü X tərs mütənasib asıllığın qrafikidir. K müsbət olanda qrafik hiperboladır, 1-3-dən keçir. Birinci rüb, üçüncü rüb. Koordinat varsa simmetrikdir. Baxın elə bax, 1-3-dən keçib. Deməli, K-sı böyüdür 0-dır. Bunun düsturunu soruşur bizdən. İndi burada da K-nın yerinə ədədlərdir. Bax, bu kvadratikli deyil, bu köklü deyil, bu üslü funksiya deyil, bu xəttli funksiyadır. Baxın, bu K var ha, bax, bu K 1 verilib də K-nın yerinə. Deməli, cavab oldu 15-ci sualda B bəndi. Burada da 2 dənəsini verib. Deməli, K buradadır, baxın, 1-3-dən keçir. 1-3-dən keçəndə K müsbət olur. B buradadır. 2-4-dən keçəndə B mənfi olur. Deməli, bu K böyüdür 0, B kiçikdir 0. Cavab C bəndi 16-cı sualda. Burada hər ikisi 2-4-dən keçir. Həm K-sı kiçikdir 0, həm B-si kiçikdir 0. Bir hazır qaydadır da bu. Şifahi bunu yazmaq lazımdır. Burada yəni nəyəsə məsələ misal yazmağa ehtiyac yoxdur. İkisi də bucaq əmsalları kiçikdir 0. K kiçikdir 0, B kiçikdir 0. A bəndi 17-də. Biraz uşaqlara çətin gəlir belə suallar. A kiçikdir 0, B kiçikdir 0 verir. Bu Kx funksiyasıdır. Bu sadəcə 1-in A ilə qəbul edilir. Bucaq əmsalın 1-in B ilə. Y bərabərdir AX, Y bərabərdir BX. Burada şərt verib. Deməli, A kiçikdir 0-dırsa, A-ya bir dənə mənfi ədəd verək. Bunun izahını mən sizin üçün necə lazımdır göstərim. Burada da B kiçikdir 0 olduğu üçün B-yə də bir mənfi 3. Nəyə görə verirəm? Baxın, bu şərtə görə verdim. Modul A kiçikdir modul B-dən. Mən gərək A-ya mənfi 2 verəm ki, burada da B-yə mənfi 3 verəm ki, moduldan çıxanda 2 3-dən kiçik ödənsin bu bərabərdir. Yəni, bu şərt ödənsin. Fərqi yoxdur. Mənfi 1 verə bilərəm bura, mənfi 2 verə bilərəm. Mənfi 3 verə bilərəm bura, mənfi 4. Fərqi yoxdur.
Sadəcə bir qiymət seçdim. A-ya -2 seçdim, B-yə də -3 seçdim. İndi baxın bu funksiyanı, yəni 2 dənə funksiyadır. İkisi də düz mütənasib asılılıqdır. Bunu bir koordinat sistemində quracağam. Deməli bu A-ya 2 verdimsə, -2 verdimsə A bərabərdir -2x oldu. B-yə də -3 verdimsə, bu da y bərabərdir -3x oldu. Başlayaq buradan qurmağa. Baxın, bu x, bu da y. Yəni qrafiki qurum, dəqiq təsvir göstərim, başa düşəsiniz. X-ə 0 verirəm. Bu birinci bu düsturdan baxın. X-ə 0 verəndə gətirib burada -2-ni 0-a vuranda y nə olur? 0 olur. Deməli, x-i 0, y 0 burada koordinat başlanıcı. Bu y oxudu, bu da x oxudu. Təzədən x-ə 1 verirəm. Birinci bu funksiya üçün verirəm. X-ə 1 verəndə gətirib -2-ni 1-ə vuranda y nə olur? -2. Deməli, x-ə 1 verəndə y oldu -2. Nöqtə. Sonra bir dənə də mənfi qiymət verirəm. X-ə -1 verirəm. Baxın, burada x-ə -1 verəndə -2-ni -1-ə vuranda müsbət olur. Deməli, bu burada olacaq. Baxın, bu AX yoxdur. Bunun yerinə, A-nın yerinə -2 seçdim. Bax, oldu, düzdür bu. Bunun qrafiki koordinat başlanğıcından keçir. Baxın, bu üzərinə yazıram. Y bərabərdir AX. Bunun şifahi də qaydasını deyəcəm. Prosta çoxları şagirdlər başa düşmür, ona görə izah verirəm. Y bərabərdir AX. İndi keçək bu bir funksiyanı. Burada da x-ə 0 verəndə, baxın bu funksiyada, x-ə 0 verəndə, -3-ü 0-a vuranda y də 0 olur. Yenə koordinat başlanğıcından keçir. Sonra x-ə 1 verəndə, gətirib -3-ü 1-ə vuranda y nə olur? -3. Yəni x-ə 1 verəndə y gəlir aşağı düşür. Bunu lap başqa bir rəngdən qeyd edeyim. Yəni buradan gəlir, bura düşür. Bu nöqtə oldu. -3. X-ə bir dənə -1 verər. Gətirək -3-ü -1-ə bıraq. Olar 3. X-ə -1 verəndə bu da buradan gəlir. Y oxu biraz qısadır. Bunu uzadaq biraz. Bax belə. Y oxudur. Bu da gəlir bura düşür. Bax bura. Deməli bu funksiyanın da qrafiki buradan keçir. Baxın. İkisi də koordinat başlanğıcından keçdiyini biraz əyri getdi. Əsas odur bunu başa düşmək lazımdır. Deməli burada bunu da lap uzadaq buradan. Bu y bərabərdir AX funksiyası idi. Bu da y bərabərdir BX. Yəni bunun qrafiki budur. AX-in qrafiki, BX-in qrafiki. Deməli buradan baxırıq. 1 3-dən keçdiyi üçün bu səhvdir. Burada biri 1 3-dən keçir, bu da səhvdir. Burada da biri 1 3-dən keçir, bu da səhvdir. İkisi də nə olmalıdır? 2 və 4-cü rüblərdən keçməlidir. Çünki A-sı da 2-0, B-si də 2-0. Yəni bucaq əmsalları mənfidir. Burada baxın C ilə Y-də uşaqlar çaşır. Burada da mən qeyd elədim. Baxın. BX Y oxuna yaxındır. AX X oxuna yaxındır. Görürsünüz? BX Y oxuna yaxındır. AX X oxuna. Bura X oxudur. Cavab Y-dir. Burada çaşdırıblar. Yerlərini dəyişiblər. Məsələn. Bir də şifahi bilmək. Belə bir qayda var. Funksiya azalan olduqda, yəni biz demişik y bərabərdir kx funksiyasıdır. K burada biri B-dir, biri A-dır. Yəni bucaq əmsallarıdır. Azalandır. A da 2-0, B də 2-0. Azalan funksiya olanda əmsalı kiçik olan ordinat oxuna yaxın olur. İndi burada biz əmsal nədir? Bax, B-yə -3 verdi, yəni bucaq əmsalı. -3, A-ya nə verdi? -2. Əmsalı kiçik olan, -3, -2-dən kiçikdir də, əmsalı kiçik olan ordinat oxuna yaxın keçir. Baxın, B -3-dür, əmsalı kiçikdir, ordinat oxuna yaxın keçdi. A, -2-dir, əmsalı böyükdür. Görürsən, ordinat oxundan uzaq keçir, yəni apsisə yaxın keçir. Hazır şifahi qaydadır. Əmsalı kiçik, azalan funksiyada əmsalı kiçik olan ordinat oxuna yaxın keçir, əmsalı böyük olan apsis oxuna yaxın keçir. Bunu yadda saxlaya bilərsiniz. İzahını da yazdım, qaydasını da dedim. Yəni şifahi qaydanı da dedim. 19. Sabit funksiya. Sabit funksiya x-dən asılı olmayan funksiyadır. Yəni x-in bütün qiymətlərində, məsələn, x1, fx2, fx3 bərabərdir 3.fxn. Yəni x-in bütün qiymətlərində sabit funksiya
eyni bir qiymətə bərabərdir. Adətən bunu C ilə qəbul edirlər. Yəni fx bərabərdir C, sabit funksiya. Fərqi nədir? Fx-in yerinə y də yaza bilərsən. Y bərabərdir C. Deməli, bunların hamısının qiymətləri C-yə bərabərdir. Baxın, bu x-in qiymətidir. 1 verib, bu x-in qiymətidir. Məsələn, 3 verib, bu da x-in qiymətidir. 9 verib. Yəni, bunlar mahiyyətcə hamısı eyni qiymətə bərabərdir. Yəni, f1 də C-yə bərabərdir. Yəni, buradan yazım f1 vurulsun f3 vurulsun f9 bərabərdir -27. Elə bu da C-dir, bu da C-dir, bu da C-dir. 3 dənə C-ni bir-birinə vuranda olur C-nin kubu, bu da -27, bundan da məlumdur ki, C -3 olacaq. Deməli, sabit funksiyalarda dediyimiz kimi bütün qiymətlər bərabərdir. Yəni, x-dən asılı olmayan qiymətlər deyirlər. Yəni, x-in bütün qiymətlərində funksiya bərabərdir. Funksiya deyəndə, yəni fx nəzərdə tutulur. Elə burada f64 də dediyimiz kimi, baxın, f64 də f1-ə, f3-ə, f9-a bərabərdir. Onda biz bunu C nəzərdə tutduq. C nəyə bərabərdir? -3-ə. Onda f64 də -3-ə bərabərdir. Yəni, qiymətcə f1, f3, f9, f64 hamısı bir-birinə bərabərdir. f0 olsun, f5 olsun. Yəni, x-in bütün qiymətləri, mənfilər, müsbətlər, 0. Yəni, x bütün qiymətlərində x daxildir, elde edirlər də. Sabit funksiyaların qiyməti bərabər olur. Burada da sabit funksiyadır. Sabit funksiyada dəyişən olmamalıdır. Yəni, x iştirak eləməməlidir. Dediyimiz kimi, fx bərabərdir C. Ancaq ədədə bərabər olmalıdır. Yəni, dəyişən olmamalıdır. Və burada x-dir, və burada da x-dir. Biz bunları itirməliyik. Onda bunun əmsalın, x kvadratın əmsalını 0-a bərabər eləməliyik ki, bu x yoxa çıxsın. Bir də bunun əmsalını. Qalmalıdır sabit, yəni x-siz formada qalmalıdır, dəyişənsiz formada. A ilə B burada o dəyişənlə x-dəki dəyişəni qarışdırmayın. Yəni x olmamalıdır. Baxın, burada x yoxdur. Deməli, bunu 0-a bərabər elədim, A-nı tapdım 3. Bunu da 0-a bərabər elədim, B-ni tapdım 4. F A plus B-dir. Gətirib yazıram A plus B. A plus B yazmıram, qiymətini yazıram da. Aşağıdan yazaq. F A üstü B 4'dür. Oldu 7. F 7 bərabərdir. Gətirib A-nın yerinə 3 yazmayacağım buradan. A-nı 3 tapmışam axı. 3 yazanda B-nin yerinə də buradan yazaq. A-nın yerinə 3 çıxılsın. 3x-in kvadratı. Üstə gəl. B-nin yerinə 4 çıxılsın. Göstərişçi yazıram. Əslində heç yazmağa ehtiyac yoxdur. Sizlər üçün yazıram. 4 çıxılsın. 4. Üstə gəl. 2 vur. A-nı tapmışdım da 3. Plus 3 vur B. Ben də tapmışam 4. Bərabər. Baxın, bu 3-dən 3 çıxdım 0. Bura getdi. Burada da 4-dən 4 çıxdım 0. Bura getdi. Deməli, F7 bərabər oldu. 2-ni 3-ə vurdum 6. 3-ü də 4-ə vurdum 12. Topladım 18. Cavab oldu B bəndi 20 sualda. Sabit funksiyada məxrəc fərqli 0 yazıb ki, təyin olmasında məxrəc 0-a bərabər olmasın, onun mənasız olur. Deməli, sabit funksiyadır. Bunu müxtəlif cür yazmaq olar. Məsələn, bir üsulu mən yazıram. Fx bərabərdir. Buradan mən 5-i çıxardıram mörtəzaxa x minus 5. Buradan da k-nı çıxardıram mörtəzaxa x 5 böl k. Çünki bu k-nı vuranda bu k-ya ixtisar gedir, 5 qalır. Sabit funksiyada dəyişən, yəni x iştirak eləməməlidir. Yəni dediyim kimi k böl 5 şəklində olmalıdır. Sabit olmalıdır. Onda bax, bununla bu ixtisar getməlidir. Bu ixtisar getməsi üçün, baxın, bu 5 böl k bərabər olmalıdır -5-ə. Buradan da çarpaz vuranda -5k bərabərdir 5-ə, k-nı tapdım -1. K oldu -1. İndi gətirib k-nın yerinə -1 yazaq. Fx bərabərdir -1, yəni -x plus 5. Buradan da 5x çıxılsın 25. Bax, bu şəkildə. K-nı tapmışıq. Bizdən də k plus f2-ni soruşur. Biz dedik, sabit funksiyalarda funksiyanın qiyməti bərabər olur. Biz bunu həll eləyəndə k-nı neçə tapdıq? -1. Gətirib o k-nın yerinə -1 yazanda, bu nə oldu? -x üstə gəl 5. Buradan da
Bunu da çıxardaq mötərizə xaricinə də. 5-i çıxardaq x minus 5. Buradan da mənfini çıxardaq çölə. Nə olacaq? X minus 5 olacaq da. Bunlar x-lar getdi. Bu da mənfi 1 deməkdir də. Cavab oldu mənfi 5-də 1. Deməli, fx bərabərdir mənfi 5-də 1-ə. X-in yerində 2 də olsa həmin şeydir. Yəni, sabit funksiyada biz dedik ki, x-dən asılı olmayaraq da bütün funksiyanın qiymətləri bərabərdir. Deməli, f2 elə mənfi 5-də 1-ə bərabərdir. Gətirib bu f2-nin yerinə mənfi 5-də 1. İndi onluq kəsirləndi. Cavabında mənfi 0.2 olacaq. K da mənfi 1-dir. Toplayanda mənfi edəcək. Yəni, mənfi 1,2. Cavab D-bəndir. Başqa cür də yanaşmaq olar buna. Biraz o vaxt aparandır. 22. Lap istəsiniz yazım onda. Bəlkə bu yolu başa düşmədiniz, o bu yolu başa. Baxın. Fx. X-ə 0 verirəm. Sabit funksiya eləmək üçün, bax bu x-i yoxa çıxartmalıyım. 0 verməliyəm buradan. X-ə 0 verəndə, bunda belə olacaq da. F0 bərabərdir. Bax bu 0 olacaq. Bu da 0 olacaq. Bunlar getdi. 5 böl mənfi 25. O da oldu. Yazaq buradan 5. Mənfi 5-də 1. Deməli, F0 mənfi 5-də 1. F2-ni soruşmur. Elə F2 də eyni şeydir. Mənfi 5-də 1. Çünki sabit funksiyalarda x-dən asılı olmur. Bax, burada x-in yerinə 0 oldu ya 2 oldu. Fərqi yoxdur. Funksiyanın qiyməti hər ikisində. Baxın, hər ikisinin qiyməti mənfi 5-də 1 olmalıdır. Baxın, buranı yenə dediyim kimi mənfi 5-də 1 tapdıq. İndi k-nı tapmaq istəyirik. K-nı da tapanda biz dedik ki, baxın, f2 nəyə bərabərdir? Mənfi 5-də 1-ə, düzdür? Buradan istəyir x-in yerinə baxın, 1 qoyaq. 1 yazanda nə olacaq? F1 bərabərdir. Bax, burada x-in yerinə 1 yazanda k plus 5. K plus 5. Aşağıda da 1 yazanda 5 çıxılsın 25, mənfi 20 olur. Belə, mənfi 20 bərabərdir. F1, yəni x-in yerinə 1 yazdım. Fərqi yoxdur, 3 yazdım, 1 yazdım, 2 yazdım. Hamısı qiymətcə bərabər olacaq. Baxın, F2 mənfi 5-də 1 idi. Elə F1 də yenə mənfi 5-də 1. Yəni, bunların qiymətləri eynidir. F1 də elə mənfi 5-də 1-ə bərabər. Gətirib bura mənfi 5-də 1 varında bu bir mənfini yuxarı yazıram. Bərabərdir k plus 5 böl mənfi 20. Bunu da çarpaz vuranda, baxın bu ifadəni 5k plus 25 bərabərdir. Mənfi 1-də mənfi 20-yə vuranda 20 olur. Buradan da 5k bərabərdir. Çıxdım, mənfi 5 elədi. K-nı tapdım, mənfi 1. Yəni, bayaq da k-nı mənfi 1 tapmışdım. Yəni, belə də yanaşmaq olar. Amma birinci sol daha rahat idi. Həm də vaxt qazanmaq üçün yaxşıdır. Yəni, tez yazmaq olar. Düz xətlərin kəsişməsi deyəndə biz bunları bərabərləşdiririk. Bunda 3x çıxılsın 7 bərabərdir 5x çıxılsın 13. X-i bu tərəfə atıram. Olur 2x. Bunu da bu tərəfədən da neçə olur? 6. X də bərabərdir 3. X-i 3 tapdım. İstəyir bu funksiyada, istəyir bu funksiyada yerinə qoysam. İkisinin də y eyni olacaq. Birində qoyaq da. Bu 3-dür. 3 vurulsun 3. Çıx 7. 6-dır, 7-də çıxdım. Neçə oldu? Mənfi 1. Deməli, düz xəttənin kəsmə nöqtəsinin koordinatları. Kəsmə nöqtəsinin koordinatları biri x-dir, biri y-dir. Bunların hasilini soruşur. X-i 3 tapdım, y-i də mənfi 1 tapdım. Buranda neçə olur? Mənfi 3. 22-ci sualın cavabı. Orada səhv getdi bu. 3x minus 7 bərabərdir 5x minus 13-ə. Bu keçdi o tərəfə 2x-dir. Bunu toplayanda mənfi 7-nin üstünə 13 gələndə mənfi keçəndə bu müsbət olur. 6 olur. X-i tapdım 3. 3 üçün 9. Hə, buradan 3-ü 3-ə vuranda 9 eləyir. Mən 1 yazdım. Deməli, bu 9 çıxılsın. 9 çıx 7 oldu. Bərabərdir 2. X-i 2 tapdım. X-i vermə üzr istəyirəm. Y-i 2 tapdım. Deməli, X-i koordinatların hasilini soruşur. X 3-dür. Y neçə idi? 2-dir. 2-ni 3-ə vurulda 6 cavab. Cavab oldu 6. 22-ci sualda. Biraz tələsi yazdım, ona görə mexanik səhv getdi. Deməli, iki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsi verilir. Biri fx-dir, biri jx-dir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar.
Bunu da müxtəlif cür yazmaq olar. Baxın, bu x-in qiymətidir. Bu da y-in qiymətidir. Deməli, burada söhbət bunun kx funksiyasından keçir. Baxın, buradan keçir. Prosta bunu x-in mənfi yarım oxum verməyiblər. Çünki söhbət zamandan gedirsə, zaman mənfi olanmaz. Statistik məsələlərdə, yəni zamandan asılı məsələlərdə, gündəlik həyatda istifadə edilən məsələlər statistik məsələlər adlanır. X oxunu mənfi yarım oxum vermirlər. X mənfi yarım oxu, yəni x mənfi qiymətlər alanda y də mənfi qiymətlər alır. Baxın bu formada. Ona görə bu hissəni kəsirlər, ancaq birinci rübçü verirlər. X-ə müsbətlər, y-ə müsbətlər. Bu kx 2 dənə funksiyadır. Biri elə bir tutaq ki, y bərabərdir. Məsəl üçün kx-dir, biri də y bərabərdir, ax-dir. Yəni bunlar ikisi də düz mütənasib asıllığın qrafikləridir. Bunu izah elədim ki, yəni qrafikləri başa düşün. Keçirik buradan biz. Baxın, bunun x-i 20-dir, y 18. Y bərabərdir kx. Buradan belə yazaq da, x-i 20-dirsə, yəni 20 dəqiqəyə bu 18 səhifə oxuyub. 18 səhifə oxuyub. Bu burası isə 30 dəqiqəyə 15 səhifə oxuyub. 30 dəqiqəyə 15 səhifə oxuyub. Mən bunların ikisini də dəqiqələrin bərabərləşdirib həll edə bilərəm. İkisini də 20-nin 30-una kömürə də 60-a gətirə bilərəm. Onda bunu mən 3-ə vuracam hər tərəfin. Burada 2-yə vuracam. Deməli, bu olacaq 60 dəqiqəyə 54 səhifə. Bu da olacaq 60 dəqiqəyə 30 səhifə. Deməli, hər ikisi 60 dəqiqəyə neçə səhifə oxuyublar? 54 min 30-u topladım, 84 səhifə. Burada sual verib, şərt verib də, burada qiymət verib. Ümumi səhifələrin sayı 210 olar. 210 səhifəni 2 şagirdin oxuduğu səhifə neçə dəqiqəyə? Bilmirsən, x dəqiqə götürürsən. Bu da düz mütənasibi çarpaz vurursan. 84 x bərabərdir 60 vurulsun 210. 21-ə ixtisar gedir də. Bu 21-ə ixtisar gedir 4 dəfə. Bu da 21-ə ixtisar gedir 10. Buradan da 60-ı da 4-ə bölürəm 15. X də bərabərdir 15-i də ona vuranda 150. Deməli, cavab oldu 150. Hətta belə də yanaşa bilərdik. Baxın, bu 20 dəqiqə 18 səhifə oxuyubsa, 1 dəqiqəsini tapa bilərik. Deməli, 1 dəqiqəni tapmaq üçün tənasib qura bilərik də. Baxın. Bunu silim. 20 dəqiqə 18 səhifə oxursa, 1 dəqiqə nə qədər səhifə oxur, bilmirsən, x səhifə. Bunu da çarpaz vuranda 20x bərabərdir 18-ə. Buradan da x bərabərdir 18 bölünsün 20. Bunu da ixtisar aparanda 10-da 9. Deməli, bu 1 dəqiqəyə, buradan yazıram, 1 dəqiqəyə nə qədər? 10-da 9 səhifə. 10-da 9 səhifə oxuyub. Keçək bu bursunu da tapaq. Bu da 30 dəqiqə 15-dir. Buradan yazaq. 30 dəqiqəyə 15 səhifə oxuyubsa, 1 dəqiqəyə neçə səhifə oxuyacaq? X. Burada çarpaz vuranda 30x bərabərdir 15-ə. X nə oldu? 2-də 1. Deməli, bu da 1 dəqiqəyə 2-də 1 səhifə oxuyub. Səhifə. İndi biz bunları toplamalıyıq. Görə ikisi birlikdə 1 dəqiqə neçə səhifə oxuyub? 1 dəqiqəyə bunları toplayanda 10-da 9-la 2-də 1 toplayanda bu 10-da 9-dur. Bu da 2-də 1 ona vurmaq üçün 5-də 4 olacaq. Bu da olacaq 5-də 5 dənəmi 10-da 4. Çünki bunu 5-ə vurdum, 5-ə vurdum. 10-da 5 olur. 10-da 5 olacaq. 10-da 5 toplayanda da 10-da 14 olacaq. Deməli, 1 dəqiqəyə 10-da 14 səhifə oxuyublarsa, 210 dəqiqə edir. Yox, neçə dəqiqəyə? X dəqiqəyə 210 səhifə olar. Yəni, belə də yanaşmaq olar. Yenə çarpaz vuracaqsan. X-i 10-da 14-ə vuranda 10-da 14 x bərabərdir 210. Yəni, çarpaz vurdum. Buradan da x bərabərdir 210-u böləcəm 10-da 14-ə, tərsinə çevirib vuracam. 14, bu da 10. 210, 14-ə görə 20 böləkdə 14-ə 1 dəfə, 14 çıxdım 7, 0 gətirdim 75 dəfə. 15, 15-i də ona vuranda nə oldu? 150.
Neçə dəqiqə sonra 2 şagird səhifələrin ümumi sayı bərabər olur. 150 dəqiqə. Bizdən də bunu soruşur. Amma bu tam ədədlə yazmaq daha rahatdır. Kəsrlə yazmaq vaxt aparan. Hər iki üsulundan göstərdim. Bu tərs mütənasib asıllığın qrafikidir. Baxın, bu tərs mütənasibdir. Yenə dediyim kimi, y bərabərdir k bölü x olanda, k müsbət olanda bucaq əmsalı 1/3-dən keçir. Burada da dediyimiz kimi, söhbət burada nədən gedir? Zamandan getdiyi üçün bu mənfi yarımoxu, yəni ki, birinci rübə həmişə fikir verirlər də, birinci rübün qiymətlərinin x-i, y-ləri müsbətlər olur. Ona görə bu hissəni vermirlər, kəsirlər bu hissəni. Yəni, sizi allatmasın. Bu qrafik k bölü x-in grafikidir. Tərs mütənasib asıllığın grafikidir. Burada y bərabərdir k bölü x-dir. Buradan mən k-nı tapanda x-i y-ə vuracam. Deməli, bunun x-i budur. M plus 1, bu da y-idir. Burada yazıram k bərabərdir. X-inin yerinə m plus 1 yazıram. Y-in yerinə də 10 yazıram. İndi növbəti k-nı. Aslında bu k-lar bərabərdir. Bucaq əmsalları hamısında eynidir. Bu da budur, bax. Deməli, m plus 7-ni vurmalıyam n-ə. Bunlar bərabər olsun, bunları da bərabərləşdirirəm. Yazıram, bu ifadəni yazıram. 10n plus 10 bərabərdir n kvadrat plus 7n. Bu kvadrat tənliyə gələcək. Buradan da n kvadrat, bundan çıxdım. Mənfi 3n çıxılsın 10 bərabər 0-a. Viyetlə də yaza bilərəm kvadratla. Viyetlə yazar. M1 üstə gəlin 2 bərabərdir 3-ə. M1 vurulsun n2 bərabərdir mənfi 10-a. Bunun biri 7-dir. 5-dir. Deməli, bu 5-dir. Bu da mənfi 2-dir. Hesablayanda 3 verir. Bu da 5-dir. Bu da mənfi 2-dir. Bəli. Söhbət zamandan gedirsə, m burada mənfi olanma. Çünki baxın, mənfi ədəd qoysam, bura mənfiyə düşür. Yəni, n-in yerinə mənfi 2 qoysam, mənfi 1. Bu apsisoxunun müsbət yarımoxudur, mənfi ola bilməz. Yəni, kvadrat tənlikdə mənfi kök atılır. İstər viyyət terimindən yaz, istər kvadrat tənlik. Yəni, bu mənfi 2 olamaz. N-in qiymətini tapdım 5. M 5-dir. Baxın, gətirib buradan n-in yerinə qoyuram. Baxın, bu 5-dir. 5 üstə 1 neçə eləyir? 6. Deməli, 6 olanda 10. Bax, bu 10-dur. Yəni, x-i 6 olanda y-i 10 oldu. K-nı tapanda nə edirdik? Bu tərs mütənasib asıllıqdan y-i x-ə vururdu. K bərabərdir x vur y. Deməli, 6-nı ona vurduq 60. Görürsən, bucaq əmsalı 60-dır. Burada da n-in yerinə 5 yazsam, toplasam 12 olacaq. Bu da 5. Burada da yenə x-in yerinə, baxın, nöqtə olaraq göstərirəm. Bu 5-dir, bu nöqtələrdə. X-i 12-dir, y-i 5-dir. Yenə də vuranda x-y-ə k neçə olacaq? 60. Deyir ki, 20 işçinin, işçilərin sayını buradan yazı. Bax, n neçə tapdıq? 5. Bura 5-dir, bura 10-dur. Elə bir burada 20. 20 işçinin, yəni y-in qiyməti 20-dir. 20-dir. K da bucaq əmsalıdır, 60-dır. Zamanın soruşur. Deyir ki, 20 işçinin həmin işi neçə günə yerinə yetirir? Təxminən tutaq ki, buralarda olsun. Tərs mütənasib bu tərəfdə olacaq. Tapaq da. Deməli, y, k bərabərdir, x vurulsun y. Y vur x fərqi yoxdur. Bu tənlidir. K 60-dır. K bərabərdir, x vur y. K 60-dır. Y qiyməti 20-dir. 20x, buradan da x-i tapdım, 3. Tərs mütənasib asıllıqdır. Məsələn, bura 6 deyildi. Bura 6 idi, bu buradan çəkmiş. Elə bir 6 isə bu buralara düşəcək, 3 bu tərəflərə. Neçə günə yerinə yetirər? Cavab oldu 3. Hətta belə də elə onu yaza bilərsiniz. Baxın, m plus 1 10-a bərabərdir. M plus 1-ə uyğun gəlir 10. M plus 7-yə də 5 uyğun gəlir. Həmin şeydir elə. M plus 7-yə də 5 uyğun gəlir. Bu tərs mütənasib. Çünki niyə? X-in qiyməti böyüdükcə y-in qiyməti kiçilir. Ona görə tərs mütənasib asıllıq deyirlər. Y bərabər k bölü x. Tərs mütənasib deyəndə qarşı-qarşıya vurulur. Bu buna vurulur, bu buna vurulur. Onsuz da bu ifadəni bir-birinə vuranda, yəni m plus 1-i 10-a vuranda, m plus 1-i 10-a vuranda, buradan da m plus 7-ni 5-ə vuranda, bax bu tənlik, elə bayaq dediyim, bu tənliyi verir. Görürsünüz? K-ların bərabərləşdirdim. Buradan da həmin tənliyi verdi. 25. Funksiyanın qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Ordinat oxunu mənfi hissədə kəsmək, baxın.
Biz demişik ki, y bərabərdir kx üstəgəl b xətti funksiyadır. K sıfıra bərabər olanda, b kiçikdir sıfır olanda, yəni bu sıfıra gedəndə bu y bərabərdir b şəklində düşür, sabit funksiyadır. B-si də mənfi olanda ordinat oxunu mənfi yarımoxda kəsir buralarda. Bu x oxudur, bu da y oxudur. Yəni bura y sıfırdır, y-dən aşağı düşənlər y-i mənfi yarımox deyirlər də. Ordinat oxunu yazıb mənfi hissədə kəsir. Bəzən də deyir ki, 3 4-cü rüblərdən keçir. Həmin şeydir də. Deməli, biz nə etməliyik? Burada xətti funksiyada y bərabər kx üstəgəl b. Xətti funksiyada k-nı sıfıra bərabər eləməliyik. Burada k-nın yerində bax 2a durur. Deməli, 2a-nı sıfıra bərabər eləndə a-nı tapdım 0. Həqiqətən də a sıfır olanda bura gedir, qalır sabit funksiya. Y bərabər 5 şəklində. Bu isə b-nin yerindədir. B-ni də mənfi eləməli, yəni kiçik 0 yazmalıyıq. Oldu bərabərçilik dərsi. A kvadrat çıx 14a kiçikdir 0. Buradan 3a-nı çıxartdım. A çıxılsın 14 böl 3. Kiçikdir 0. Hasilin 0 olma şərtində qrupları 0-a bərabərləyəndə bu elə 0 olur. Bunu da 0-a bərabərləndə A da 3-də 14. İntervallar üsulu, yəni bərabərçilikdir. Kvadratik bərabərçilik, prosta natıman kvadrat bərabərçilik. 0, bu da 3-də 14. Növbələşmə müsbət, mənfi müsbətdir. Mənfi hissə iştiriləcək. Deməli, A bu aralıqda qiymət aldı. A daxildir. A daxildir. A-nın neçə tam qiymətində? 0 ilə 3-də 14 arasında 1 var, 2 var, 3 var. Bu 4 tam 3-də 2 deməkdir də. 4 də var. Deməli, A-nın 4 dənə qiymətində. Cavab 4 oldu. Yenə sabit funksiya verib. Yazıram fx bərabərdir. Bu sualları iki cür rahat yazmaq olur. Mən bir usulunu yazacağım. Sabit funksiya deyəndə dediyim kimi buradan m-i çıxardıram. X plus 9 böl m qalır. Çünki buranda mx, bu da m'lər gedir 9'u verir. Buradan da 4'ü çıxardıram. X plus 4x plus nə olmalıdır? 4 olması için bu m'dir. Deməli bu da m böl 4 olmalıdır. Çünki 4 buranda 4'lər geçsin, bu m qalsın. Sabit funksiyada biz demişik ki, dəyişən, yəni x olmamalıdır. M böl 4 şəklində qalmalıdır. Yəni bunlar getməlidir. Bunlar da getmək üçün bu 9 böl m-lə m böl 4 bərabər olmalı ki, bu x plus hansısa bir ədəd olsun, bu da həmin ədəd olsun, getsin bunlar. Yəni m böl 4 şəklində qalsın. Bunda bu deməkdir ki, bununla bunu bərabərləşdirməliyik. 9 böl m-lə m böl 4'ü bərabər. Çarpaz buranda nə olur? M kvadrat bərabərdir 36'ya. M də bərabərdir plus minus 6. M-in hansı müsbət? Müsbət dediyi üçün müsbətin götürürük. M bərabərdir 6'ya. 26, bu da 27. Bir funksiyanın nə yazıb? Qrafik koordinat başlanğıcından keçir. Qrafik koordinat başlanğıcından keçmək üçün, yəni x-ə də 0 verməlisən, y-ə də 0 verməlisən. Gəl qoyaq burada. X-ə 0, y-ə 0 arasında 0, 0-a toplayanda 0, 5'ə bərabər olan bu deyil. Burada da 0 verənsə, bu da deyil. Budur cavab. X-ə 0 verdim, y-ə 0 verdim. Sol tərəf oldu 0, 0, 0-a bərabərdir. Deməli, X-ə uyğun gəldi A bəndi. Sonra, bucaq əmsalını -1,5. Bu xətti funksiyanın qrafikləri, düsturlarıdır. Kx üstəgəl b. Bax, buradan bucaq əmsalını tapaq. 3y bərabərdir. Bu 2x-i sola keçirdəndə -2, sağa keçirdəndə -2x plus 5. Hər tərəfi də 3-ə bölürəm. 3-ə bölürəm, 3-ə bölürəm, 3-ə. Yəni bu şəklə. Y bərabər kx üstəgəl b. Xətti funksiya düsturuna gəlməliyim. 3-lər getdi, y bərabərdir -3-də 2x plus 3-də 5. Bax, bu bucaq əmsalıdır. K -3-də 2-dir, b də 3-də 5-dir. Bir bucaq əmsalı -1,5'dir. Bunun bucaq əmsalı -1,5 verməli. Sonra, qrafik 1-1 nöqtəsindən keçir. Bəli, bura 1 yazsam, burada 1 yazsam, 2 ilə 3'ü toplasam 5. Deməli, C bəndi buna aiddir. A bəndi də bu 3'ə aiddir. Sonra, apsis oxunun müsbət istiqamətə 135 dərəcəli bucaq əmələ gətirir. Bunun qrafikini çəkək. Bunun K-sı mənfidir, B-si müsbətdir. B müsbət olanda buradan keçirdi, B. K mənfi olanda bu şəkildə keçirdi. Bu apsis oxudur. Qrafikin apsis oxunun müsbət istiqaməti ilə kör bucağı əmələ gətirib. Bura kör bucaqdır. Tutaq ki, bu beta olsun. Burada iti bucaqdır, alfa olsun. Bunların cəmi yüzəşdə də olur, söz yox. Deməli, qrafik apsis oxunun müsbət istiqamətli qrafik budur da. Bax, bu buradan gəlir, keçir apsisi. Müsbət istiqaməti ilə kör bucağı əmələ gətirib. Mənfi istiqaməti ilə isə bu tərəfə iti bucağı əmələ gətirib. Bir apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli bucağı əmələ gətirə bilər. Xeyr. Apsis oxunun müsbət istiqaməti ilə
Bu 135 olsa biz demişik K tangis 6'ya bərabərdir. Tangisin yerinə 135 yazanda bu -1 elir. Tangis 135'in yerinə -1. Amma burada K -3'də 2'ye bərabər. Deməli bu funksiyanın deyil. Sonra onda buna bir dənə uyğun gələcək. Yəni C bəndi 1'ə uyğun gəldi. Keçək ikinci funksiyanı da yoxlayaq. 3x plus 3y bərabərdir -1. Bir qrafik -1 3-2 nöqtəsindən keçir. Bəli, bu düzdür. Deməli bu 3x plus 3y deyil. 3 vur, x-in qiymətini -1 verib. Üstə gəl. 3 vur, y-in qiymətində vurmadı bunlar. Bura 3 vur x. Y-in qiymətini də 3'də 2 verib. -1'ə bərabər. Bəli. 3'ü -1'ə vuranda -3 ilə buradan 3'lər gedir nə olur? Plus -1 ödəndi. Deməli 3'ə uyğun gəldi Y bəndi. Yox, 3'ə yox, üzr istəyirəm. 2'yə uyğun gəldi. Bura A-ydı. Bura gəlmişdi. Mən 2'ni yoxladım. 2'yə uyğun gəldi Y bəndi. 27-ci sual. 1'ə C gəlib. Bunları da yoxlamaq lazımdır. Bunun qrafikini quraq. Deməli 3x plus 2y-dir, bərabərdir 0-a. Buradan 2y bərabərdir. Bu sağa keçəndə -3x olur. Buradan da y bərabərdir -3 bölü 2x. Bu da bərabərdir -1,5x. Yəni y bərabərdir kx funksiyasının düsturudur. Bucaq əmsalı k-dır, -1,5'ə bərabərdir. Deyir, bucaq əmsalı -1,5 B bəndi. Deməli, bura getdi B bəndi. 27-ci sualda. İsə AB getdi. Apsis oxunu müsbət istiqaməti ilə 135 dərəcə bucağı əmələ gətirib. Bunu da çəkək. Bu KX-in qrafikidir. Bu şəkildə keçir. Kör bucaq əmələ gətirir. Bu apsis oxunun müsbət istiqaməti ilə kör bucaq əmələ gətirir. Mənfi istiqamətlə iti bucaq əmələ gətirir. Apsis oxunun müsbət istiqaməti ilə 130. Onun kası -1 olmalıdır. Xeyr, bu olmadı. Bir dəqiqə. Bu da ikincisini də yoxlayaq. Bunu bu şəkildə yazaq. 3x plus 3y bərabərdir -1. Buradan 3y bərabərdir. Bunu sağa keçəndə -3x çıx 1. Hər tərəfi 3'ə bölək. Yəni y bərabər kx üstə gəlib xətti funksiyaya qətmək lazım. 3'lər getdi, y bərabərdir. Bunu da böləndə -1x elə bu deməkdir. -1 yəni nə deməkdir? Elə -x deməkdir burada. Bu da 3'də 1. Bucaq əmsalı buradır. Yəni düsturumuz budur. Kx üstə gəlib B. K-nın yerində -1'dir. Bu -1'dir. Deməli K -1'dirsə, bizə dedi ki, K tangis alfaya bərabərdir. Tangis alfaya bərabər. Burada tangis alfa bərabərdir -1'dirsə, alfa da bunu -1'i 135 dərəcədə alır. Yəni burada trigonometrik dərəcəni bilmək lazımdır. İndi bunun qrafikini çəkim. Baxın buradan elə göstərim. Düzdür də burada. Bir apsis oxunu müsbət istiqamətlə 135 dərəcə bucağı əmələ gətirir. Deməli bu D-də ikinciyə uyğun gələcək. D bəndi. Biraz vaxt aparan suallardır bunlar. D bəndi. Bu da A, C idi. Deməli 1'ə C, 2'yə Y-dir. Y, fərqi yoxdur. AB. Bura B idi. Qrafikində quranda K-sı mənfidir. B-si də mənfidir. Bax bu şəkildə keçir. Bura B-nin qiyməti görürsən -3'də 1'dir. Burada K-da mənfi olanda bu şəkildə apsis oxu budur. Qrafik apsis oxunun müsbət istiqaməti ilə baxın. Kör bucaq əmələ gətirir 135 dərəcə. Bu tərəfdə iti bucaqdır 45 dərəcə olacaq. İndi bu K1 olanda olur 45 dərəcə iti bucaq. Bu da kördür. Belə. Yenə qrafikləri buradan soruşur bizdən. K böyüdür, B böyüdür 0. K böyüdür 0, B böyüdür 0. Belə keçirdi. Deməli birinci rüb, ikinci rüb, bu da üçüncü rüb. Birinci rüb, ikinci rüb, üçüncü rübdən keçir. B bəndi bura getdi. Sonra K2 0, B2 0. Görə buradan apsis oxunun müsbət istiqaməti ilə kör bucaq. Qrafikdə apsis oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirir. Mənfi istiqamətlə kör bucaq əmələ gətirir.
Apsis oxunun müsbət istiqaməti ilə kör bucağı. Yox, bunun deyil. Sonra keçək o birisini quraq. K2-0, B2-0. K2-0, B2-0 belə gedir. X oxudur. Bu B-nin qiymətidir də. Deməli, burada apsis oxunun müsbət istiqaməti ilə kör bucağı. Apsis oxunun müsbət istiqaməti ilə kör bucağı. Bəli. Deməli, 2-yə uyğun gəldi Y bəndi. Sonra bunu quraq. Bir də bunun rüblərinə baxaq. İkinci rübdən keçir, üçüncü rübdən keçir, dördüncü rübdən keçir. 2, 3, 4-dən keçir. D bəndi. D bəndidir. Keçək bu birisine. Deməli, bu Y bərabərdir KX üstəgəl B-də. B0 olanda bura getdi. Y bərabərdir KX şəklinə düşür. Buradan da K-nı 1 verəndə, yəni K-nı 1 verir də. Y bərabərdir X şəklinə düşür. K 1-dirsə, KX koordinat başlanğıcdan keçir, 1, 3-dən keçir. Təm böləndi bu. Deməli, qrafik 1-ci və 3-cü rüblərdən keçir. 1 və 3-cü rüblərdən keçir. A bəndi 2, 4-dən bu da heç nə uyğun deyil. Deməli, 28-ci sualda 1-ə B gəldi, 2-yə Y, D gəldi, 3-ə də A. Bu da oxşarıdır, onu özünüz yazarsınız. Keçək buradan ətraflı suallara. Hovuzu doldurmaq üçün istifadə edilən akranı. Akranı doldurur. B kranı boşaldır. Yəni, bax, belə bir şəkil çəkirəm. Tutaq ki, A kranı buradan gəlir, doldurur. B kranı da buradan boşaldır. Baxaq. Bax, buradan A kranıdır. KX-in qrafikidir. Y bərabər KX-in 2 dənə. Bir dənə koordinat sistemində birinci rübdə göstəriblər. Deməli, bu 2 saata 18 litr su vurur. Bu 2 saata 18 litr su vurursa, deməli bu 1 saata nə qədər vurmalıdır? 9 litr su. Yəni, buradan 9 litr su tökəcək 1 saata. 9 litr. Bu da boşaldacaq. Bəyə də baxaq, 3 saata 15 litr su vurursa, 3 saata 15 litr su vurursa, bunda 1 saat, hər ikisini 1 saata gətirir. 1 saata 5 litr su boşaldacaq. Buradan da 5 litr boşaldacaq. Deməli, 1 saat ərzində bu 9 litr su vurur A kranı. Bu da 1 saat ərzində, yəni B kranı 5 litr su boşaldır. Yəni, hovuza 9 litr su tökəndə, 5 litr də buradan boşalanda, hovuzda 1 saata nə qədər? 4 litr su qalır. Məsələn, maraqlı yeri elə buraydı. 8 saat açıq qalarsa, 8-i vuracam 4-ə. Eləyəcək 32 litr. Deməli, 8 saat ərzində hovuz özü nə qədər su tutur? Həcmi 50-dir. Yəni, hovuz tam dolanda həcmi 50-dir. Amma bu tam dolmur. Daha məsəl üçün, təxminən deyə buralara qədər dolur. Yəni, 32 litri dolur. 32 litri dolub. Amma həcmi də 50-dir. Bir ki, boş hovuzun neçə faizi su ilə dolar? Deməli, boş hovuzun 32 litri su ilə doldu. Hovuz A, B vur 100%. Bu düstur bizdən soruşur. Yəni, adədi B-dən neçə faizidir? Hovuz 50 litr su tutur. Həcmi 50-dirsə 50 litr tutur. Bunun 32% dolubsa, bunda demək istəyir ki, 32-50-nin neçə faizidir? Buradan ixtisar gedirik ki, 2-də vuranda 64%. Deməli, burada hovuzun 64%-i dolub. Boşu da soruşsaydı, hovuz 100% götürülür tam dolanda. 100-dən də 64 çıxardı, qalardı 36%. Bu tip suallarda boşu da soruşa bilər, dolunu da soruşa bilər. İndi cavab burada neçə faizi dolardır? 64%. Cavab 30-cu sualda 64% oldu. Yenə xətti funksiyadır. Y bərabərdir Kx plus B. Prosto burada KB mürəkkəb parametrlərdir. Uşaqlar çaşır belə şeylərdə. X-in qabağına bax. Tabi X-in qabağında olan görürsünüz. X-in qabağında olan K-dır. Deməli, K-nın yerində bu kvadrat içərilidir. Yazıram A kvadrat çıxılsın 10A plus 16. Və bu K-nın yerində. B-nin yerində də budur. Baxın, həmin o B-dir də. Buradan da 9 çıx A kvadrat yazıram. İndi sualın şərtinə baxaq. Bir A-nın hansı qiymətində A bərabərdir sual işarəsi. Funksiyanın qrafiki yalnız bir ikinci rübdən keçər. Biz də dedik ki, Y bərabərdir. Bu Kx üstəgəl B-də. Buradan yazmayayım da təzədən. K sıfıra bərabər olmalıdır. Bu düşməlidir. Y bərabərdir. Yəni olmalıdır. Y bərabərdir B şəklində sabit funksiya olmalıdır.
və bir ikinci rübdən keçməsi üçün x oxuna paralel keçməli deyil. Buradan keçməsi üçün birinci və ikinci rüblərdən. B dedik ordinat oxunu kəsdiyi nöqtədir. Deməli B böyüdür 0 olmalı. Amma bu suallarda 3-4 də deyir. Görürsünüz, onda aşağıdan keçəcək. Deməli 1-2-dən keçməsi üçün bu xətti funksiya, sabit funksiya şəklində düşməlidir. K-sı 0 olmalıdır. B-si 0-dan böyük olmalıdır. Onda K-nın yerində bu ifadə durmurdu, kvadrat çədilir. Bunu 0-a bərabərləyəcəm. B-nin yerində bu durursa, B böyüdür 0-sa, deməli bu ifadə böyüdür 0. Əssalam. Biz buradan vietlə istifadə edib tapa bilərik. Kvadrat tənliyi ilə tapa bilərik, vietlə tapa bilərik, fərqi yoxdur. Mən vietlə yazıram. A1 üstə gəl A2 bərabərdir 10. A1 vurulsun A2 bərabərdir 16. 2 vur 8, 2 ilə 8-dir də bu köklər. Hə, toplayanda da vuranda da 16 edir. İndi yoxlamaq lazımdır. A-nın 2 qiyməti, yəni A1 2 oldu, A2 də 8. Gətirək qoyaq. 9 çıx 2-nin kvadratı böyüdür 0. Bu ödənəcək. Çünki 9-dan 4 çıxanda 0 olur da. Nə olur? 5 böyüdür 0-dan. Bu həldir. Amma 8-i qoyanda, məsələn, 9 çıx qoyaq da yerinə. 8-in kvadratı neçə olur? 64. 9-dan 64 çıxanda mənfi ədəd olur. Mənfi ədəd 0-dan böyük ola bilməz axı. Deməli, bu kök kənar kökdür. Bizdən də A-nın hansı qiymətində soruşurdu? Cavab A bərabərdir 2. Bu da maraqlı sualdır. Yəni, şagirdlərin çətinlik çəkdiyi sual. Burada da həmin şeydir. Baxın, 3 4-cü rüblərdən. Deməli, 3 4-dən keçməsi üçün, bax, bu 4-cü rübdür, bu da 3-cü rübdür. Y bərabərdir Kx üstə gəl B, təkrar izah edirəm. K 0-a bərabər olmalıdır. B kiçikdir 0 olmalıdır ki, B kiçikdir 0 olmalı ki, qrafik Y bərabərdir. Bax, Y bərabərdir. Buradan K 0-a gedəndə B qalır da. Y bərabərdir B, sabit funksiyaya düşür. Sabit funksiyada dediyim bayaq kimi B böyüdür 0 olanda 1-3-dən 1-2-dən keçir. Birinci rüb, ikinci rüb. B kiçikdir 0 olanda 3-4-dən keçir. Y ox olsun. Bu da buradan keçəcək. Bayaqki qayda. Yenə bax, bu kvadrat cədilini 0-a bərabərləyirəm K-nın yerində. Amma bayaqları bura 1-2-dən keçdiyi üçün B-ni böyüdür 0 edirdim, yəni buranı. İndi bura 3-4-dən isə bunu kiçik 0 olacaq. Deməli yazıram A kvadrat çıxılsın 8A plus 15 bərabərdir 0-a. A1 plus A2 bərabərdir 8. Viyeti tətbiq elədim. A1 vur 2, 15. 3 ilə 5-dir. Çünki vuranda toplayanda verir də bunları. Deməli bu A kvadrat çıxılsın 16-dır. Bu kiçikdir 0 olmalıdır. Çünki niyə? Qrafik bu x oxudur. Qrafik aşağıdan, bu da y oxudur. Bura koordinat başlayır. Aşağıdan keçməlidir ki, qrafik. Yəni B-si kiçikdir 0 olmalıdır. Həmin bax B-nin yerində budur. A kvadrat çıxılsın 16 kiçik 0 olmalıdır. İndi A-nın köklər biri 3 oldu, biri 5. 3-ü qoyaq bura. 3-ün kvadratı çıx 16. Mənfi ədədilir. Mənfi ədəd düzdür. 0-dan kiçik olur. 3-ün kvadratı 9 olur. 9-dan 16 çıxdım. Neçə elədir? Mənfi 7, 2, 0. Deməli 3 ödəndi. 5-i qoyanda ödənməyəcək. Yəni adam A-nın bir qiymətini soruşur da. Biri ödəyəndə biri kənar kök olur, ödəmir. 5-i qoysam 5-in kvadratı 25 ilə 25-dən 16 çıxanda 9, 9 0-dan kiçik olanmaz axı. Deməli 5-i ödəmir. A-nın 3 qiymətində. Deməli buradan sənə qrafiki köməkçi verir. B buradır. B demişdik, ordinat oxunu kəsdiyi nöqtədə B böyüdür 0 olur. B-nin yerində bu kvadrat çədili olur. Deməli 10m minus m kvadrat minus 16 bunu böyüdür 0 elədim. K da belə keçəndə demişdik ki, baxın 1, 2, 3-cü rüblərdən keçir də 3-cü rüblərdən 3. Burada da K böyüdür 0 olur. K böyüdür 0'dır. Çünki baxın bura apsisi mənfi yarım oxda kəsib. Nəyə görə? Y bərabər K üstə gəl B-də. Biz dedik, qrafikin apsisi kəsdiyi nöqtədə Y-i 0-a bərabər edirik. Gətirib bura 0 qoyanda Kx üstə gəl B. İndi bu tənlikdən Kx üstə gəl B bərabər 0-a. Kx bərabərdir mənfi B-yə. X-i tapanda mənfi B böl K olur. Yəni X-in qiyməti görürsünüz mənfidir. Mənfi yarım oxda kəsib. K burada müsbət ədəd olmalıdır ki, baxın, B necə ədəddir? B müsbət ədəd. Burada qeyd eləmişəm. B müsbət ədəd olmalıdır.
K da müsbətə də olmalıdır. Müsbəti böləndə, bu kəsir bölmədir. Müsbəti müsbətə böləndə, bura müsbət olsun, qabağı da mənfi olsun, x-in mənfi yarımı olsun. Bura x-i sıfırdır, bu x-in sol tərəfi mənfi yarımı. Ona görə deyirlər ki, baxın bu şəkildə, yəni bu şəkillərdə qrafiklər keçəndə k böyüdü 0, şifahiyyatda saxlayın. Bu şəkillərdə qrafiklər keçəndə k kiçik 0 olur. Əssalam. Asan bir şeydir. Bu ifadədə də, baxın, bu dedikdə nə olmalıdır? K-sı müsbət olub ki, qrafik belə keçib. Deməli, bu ifadəni də böyüdü 0 eləməliyəm. 4m çıxılsın m kvadrat, üstə gəl 12 böyüdü 0. Bunları mənfiyə bıraq, yerlərini dəyişək. M kvadrat çıx 4m çıx 12, kiçik 0, mənfiyə bıranda işarə dəyişir. Buradan da m kvadrat çıx 10m üstə gəl 16 kiçik 0. Deməli, elə m'lər tapmalıyıq ki, bu hər iki şərti ödəsin. Yəni, ortaq m'lər tapmalıyıq. Bu da nə deməkdir? Bununla bunu kəsişmə, yəni sistem eləməliyəm. Buradan m kvadrat çıx 4m çıx 12-dir, bax. M kvadrat çıx 4m çıx 12 kiçik 0. Burası nədir? M kvadrat çıx 10m. M kvadrat çıx 10m plus 16 kiçik 0. Vietlə bunun köklərindən, kvadrat əlinə viet hər ikisindən tapmaq olar. Deməli, bunun köklərini tapaq. M1 üstə gəl M2. 4 M1 vur M2 bərabərdir mənfi 12. Mənfi 12-dir bu. Mənfi. Köklər 3-dən 4 olanda biri 3-dür. 4-lə toplayanda verməlidir 4 vuranda 6 ilə, 6 ilə mənfi 4. Mənfi 2. 6 ilə mənfi 2 toplanıb 4 verir. 6-nı da mənfi 2-yə vuranda düz verir. Deməli, bunu yazdıq. M minus 6, M plus 2. Mənfi dəyir bura. 1. Bunu da bax. M1 plus M2 bərabərdir 10-a. M1 vur M2. Bunun bir dənə M-i bundan ortaq olmalıdır. Bu neçə idi? 16. Bu da 2 ilə 8-də toplayanda, bəli. Deməli, bu M çıxılsın 2, M çıxılsın 8, bu M. İkisi də 0. Deməli, bunun kökləri mənfi 2 ilə 6 idi, bunun kökləri 2 ilə, yox, M-lər ortaq deyil. Kəsişmə ortaq çıxacaq. Deməli, bunun intervalları üsulu ilə həll edirəm. 1, 2. Bu neçə idi? Mənfi 2, 6, kiçikdən böyüyə yazıram. Müsbət, mənfi, müsbət növbələşmə. Mənfi isə bura götürülür. Bursunu da yazaq buradan. Bu neçə idi? 2 ilə 8-dir. 8. Müsbət, mənfi, müsbət. Bura götürülür. Kiçikdir 0. İkisini bir düz xəttə kəsişdirirəm. Deməli, ən balaca mənfi 2-dir. Sonra 2-dir. Yəni, kiçikdən böyüyə yazırıq. Sonra 6-dır. Sonra 8-dir. Mənfi 2-dən 6-ya ştrikləyirəm. 2-dən 8-ə aşağıdan ştrikləyirəm. Kəsişən yer buradır. Yəni, M daxildir. 2 ilə 6. Nə soruşur? M parametrin ala biləcəyi tam qiymətlərin cəmi. Bu aralda da tam qiymətlər 3. Yəni, M bərabərdir 3 plus 4 plus 5. Tam qiymətlər 3, 4, 5-də 12. Maraqlı sualdır bu. Şagirdlərin çətinlik çəkdiyi sual tipindəndir. Xətti funksiya. Bunlar da ikisi də maraqlı suallardır. Yəni, şagirdlər çətinlik çəkir belə suallardır. Mövzu üzrə deyək, nisbətən çətin suallardır. Çətindir, bu biraz çətindir, bu elə də çətindir. Prosta burada xətti funksiyanı dediyi üçün bunu yazmalısan. Yazmadığın üçün yaza bilmirsən. Xətti funksiya deyən kimi fx bərabərdir k üstə gəl b. İndi funksiya fx verilib. Y verilsəydi y ilə yazardım. Başlayaq yazmağa. Baxın, bura x olanda, bura cover x olur. İndi burada mürəkkəb verir buranı. Deməli, bu x-in yerinə artıq 3x çıx 5 yazacağım. Yazıram. Bu misalı buradan yazaq. 3x çıxılsın 5 plus f 2x plus 3 bərabərdir 15x 12. Biraz mürəkkəb verib. Yəni, çox da çətin sual deyil. Deməli, buradan fx olduğu üçün k-nı x-ə vurub üstünə b gəlməyəcəm. Buradan da x-in yerinə, bax, bunu mürəkkəb verib. Onda k-nı, bax, buna vurub üzərinə b-ni gələcəm. Yazıram, k vurulsun 3x çıx 5 plus b. Hər ikisinin, bax, xətti funksiyadır var. Burada qoymalıyam. Plus, indi f.
Bax, burada 2x plus 3, bax, burada x-in yerindədir. Deməli, k-nı vurmalıyam 2x plus 3-ə. Yenə üzərinə b, 15x plus 12. Məsələn. Yəni, şagirdin çətinlik çəkdiyi yer buraydı. Çünki bu düsturu yazmır və burada yerlərinə qoymur, bu tənliyi ala bilmir. Bura qaçaq. 3kx çıxılsın 5k plus b, üstə gəl 2kx üstə gəl 3k plus b bərabərdir. Sağ tərəf axıra kimi eyni gedir. Bərabərin sağ tərəfi deyirəm. 3kx-dən 2kx-i toplayanda 5kx. Mənfi 5k, burada da 3k oldu, mənfi 2k. B-ləri də toplayanda neçədir bu? 2b. Bərabərdir 15x plus 2. Deməli, bu bərabərliyi ödənməsi üçün sağda x-in əmsalı, yəni burada x-in əmsalı 15 deyil. Burada da bu 15-ə bərabər olmalı ki, k bununla bunu ödəsin. Burada 5k-nı bərabərdir 15 eləyəndə k-nı tapdım 3. Həqiqətən də bax, 5-i 3-ə vuranda 15x, bu da 15x. Bərabərliyi ödənməlidir axı. Çünki bərabərliyin sağdakı birinci həddin əmsalı 15 isə, soldakı birinci həddin əmsalı 15 olmalıdır. Ona görə k 3-dür. Bu da sərbəst həddə bərabərdir. Yəni buna. Burada 12 idi. 12. Mənfi 2k plus 2b-ni bərabərdir 12 eləyirəm. Buradan k-nın mənfi k 3-dür də. Yəni bu 3-dür. Buranda neçə edir? Mənfi 6 üstə gəl 2b bərabərdir 12-yə. 2b bərabərdir 18. B də bərabərdir neçə oldu? 9. B 9-dur. Təzədən biz funksiyanı düzəldəcəyik. Baxın, bu funksiya, baxın, fx bərabərdir k üstə gəl 5 əklidir. Buradan yazıram, fx bərabərdir kx üstə b. K-nı 3 tapmışam, b-ni 9. Bunda bu funksiya oldu 3x plus 9 şəklində. Nedir? f5. f5 yəni x-in yerinədir 5 qoy funksiyada. f5 bərabərdir 3 vurub x-in qiyməti də 5 üstə 9. 15 də 9, 24. Maraqlı sualdır da. Cavab oldu 24. Bu lap çətindir bunların içinə baxanda. Çətin görsənir, amma elə də çətin deyil. İki dənə funksiya verir. Biri L1 düz xəttidir, biri L2 düz xəttidir. Buradan L1 düz xəttin mən adlandırıram. Y bərabərdir K1x üstə gəl B1. Bu L2 düz xəttidir. Bunu da adlandırıram, buradan ayıraq. L2 düz xəttidir. Bax belə. Bu işarə bunun olsun, bu da bunun. Bu da Y bərabərdir K2 x üstə gəl B2. K2, B2. Yəni, baxın, bu funksiyanın k-sı ilə b-si ayrıdır. Ona görə k1, b1 adlandırdım. Bu funksiyanın k-sı ilə b-si ayrı olsun. Bunda k2, b2 adlandırdım ki, başa düşəsiniz. L1 düz xətdir, L2 düz xətdir. Birinci növbədə biz buradan başlayacağıq. Bax, bu L1 funksiyasından başlayacaq. Bax, burada x-i kəsib. X-i burada mənfi 2. Bizdə də apsisi, qrafik gəlir, apsisi kəsdiyi nöqtədə y-i sıfıra bərabərdir. Və burada ortaqdır. Hər iki funksiyanın ortaq. Buradan bax, x-i 4-dür. Əslində belə olmalıdır. Y-i də 4. Bu şəkildə verirlər. Deməli, bu da 4 nöqtəsidir. İndi gətirib bax, bu funksiyada qoyub 2 dəfə istifadə edib sistem eləyəcək. Buradan k-nı tapacaq. Deməli, y bərabərdir. Birinci istəsən bunu qoy, istəsən bunu. Fərqi yox. Bunu qoyaq. Y-in yerinə 0 qoyaq. 0 bərabərdir. K1 vur x-dir də bu. X-in qiyməti mənfi 2-də olacaq. Mənfi 2k plus b1. Biz buradan B1-i islah eləyəcək, k-nı tapacaq. Sonra buradan 4-4-ü qoyaq bu funksiyada. Yəni 2 dənə x, y. Elə bir bax, bu x1, y1-dir. Bu da x2, y2-dir. Bunları qoyaq burada. Gətirib qoyaq, y-in yerinə 4 qoyaq, bərabərdir. K, bu k1 idi də. Bura k1-dir. 4 x-in qiyməti də 4k1 plus b1. İstəyirsən bunu belə fırladaq, istəyirsən ya belə yazaq. 2k1 üstə gəl b1 bərabər 0-a, 4k1 üstə gəl b1 bərabərdir 4-ə. Tənlər sistemi yaradırıq. Tərəf-tərəfə çıxaq. Nəyə görə? Bunu itirməliyəm, beləri islah eləməliyəm. Çıxanda 2k-dan 4k çıxanda neçə olur? Bu mənfi 2 idi, bax. X-in qiyməti mənfi 2 idi. Bu mənfi 2 idi. Bunda mənfi 2k1-dən çıxanda 4k1 olacaq mənfi 6k1. Bunlar islah olundu tərəf-tərəfə çıxanda. 0-dan 4 çıxdı, mənfi 4. K1 bərabərdir. Mənfini mənfə böldüm, müsbət elədi. 4 böl 6, bu da neçə elədi? Müsbət elədi. 3-də 2. K1 oldu 3-də 2.
Deməli, birinci funksiyanın bucaq əmsalını tapdım. Sual 3 mərhələdən keçir. Bu birinci mərhələ. Yəni, buradan istifadə elədim. K-nı tapdım, K1-i tapdım. Və baxın, bu funksiya ilə bu funksiyanın qrafiki perpendikulyar kəsişib. Göstərib də burada düz bucaq altında, yəni 90 kəsişib. Biz də demişik ki, funksiyalar, iki funksiyanın qrafiki 90 kəsişəndə bucaq əmsallarını vururduq, -1 yazırdıq. K1-i K2-yə vurur. Bu qaydadır, bunu bilməlisiniz. İndi bunun bucaq əmsalı, bax, L1 funksiyasının qrafikinin, bax, bucaq əmsalı var. K1. Bura 3-də 2 qoyacam, vur K2 bərabərdir -1-ə. K2 də bərabərdir, -1-i 3-də 2-yə böləndə mənfi dəyişəcək yeri tərsinə. Nə olacaq? 2-də 3 -1,5. Deməli, bax, L2 funksiyasının bucaq əmsalını tapdım K-sın. Bizdən soruşur ki, L2 düz xəttin tənliyini yazın. L2 düz xəttin tənliyi, yəni o deməkdir ki, y bərabərdir. Kx, buradan L2-yə demişdim, K2, x üstə gəl 1. Yəni buradan yazaq. Yəni bunun K-sını da tapmalıyam, B-sini də tapmalıyam. Buna deyirlər düz xəttin tənliyi. K ilə B-ni tapmalıyam. K-nı artıq bu funksiyanın K-sından, yəni bucaq əmsalından istifadə elədim, bundan tapdım. -1,5. İndi baxın, bu L2 üçün bura baxın, bu 4 nöqtəsi x-i 4, y-i 4. Həm bu funksiyaya aiddir, həm buna. Bundan bayaq istifadə elədim, indi bundan istifadə edəcəm. Gətirib, burada L2 yoxdur. Y-in yerinə 4 qoyacam. 4 bərabərdir K2. K2-ni də buradan dediyim kimi -1,5 tapmışam. Bax, belə yazaq. -2-də 3. Vur x. X-in də qiyməti 4-dür. Üstə gəl B2. Yəni, məqsəd nədir? B2-ni tapmaq. Buradan da bu 2 gedir, 4 2-yə bölür 2 dəfə. 4 bərabərdir -6 üstə gəl B2. Belə B2 ilə bərabərdir 10. Biraz tələsik çəkirəm, vaxt məhdudiyyəti var ona görə. Arada mexanik səhvlər olur, üzr sahib. B2-ni tapdım 10. Salam, bizdən də soruşurdu ki, y bərabərdir. Bu tənliyi yazın. K2 neçə idi? K2 -1,5. -2-də 3 yazaq. Plus B neçə idi? 10. Bax, bu tənliyi bizdən soruşurdu. Cavab oldu y bərabərdir. -2-də 3. Buradan təkrar bir də yazaq. Bax, budur cavab. Belə. Bu da sonuncu sual idi. Hələlik bura qədər. Sağ olun.